gözünün yaşını. Şehidin anasam dik tutasam başını. Hele bir oğul feda Daim zafer çalacaktır. Qarabağ Azərbaycandır. Gerisi cəfəngiyatdır. Ta ki bölünməsin. Vətən. Ruhum sizinlədir. Fəth eləyin. Ağlamayın. Bugün Naxçıvan şəhər mazarlığında qəhrəman şəhidimiz Həsənov Sadiq Əloğlunun ildönüm mərasimi qeyd edilir. Allah'tan şəhidimizə, cəmi şəhidlərimizə rəhmət diləyirəm. Allah ailələrinə bol səbir versin inşallah. Yasin والقرآن الحكيم إنك لمن المرسلين على صراط مستقيم تنزيل العزيز الرحيم سدا فأغشيناهم فهم لا يبصرون mübareket Sure Yasin ve Saffata Sadiq Əloğlunun simasında cəm Azərbaycan şəhidlərinin də haqqında El-Fatiha məs-salavat. Allah cəmsini rəhmət eləsin. Allah rəhmət eləsin. Salam olsun şəhidlərimizə. 2020-ci il oktyabrın 20-sində Qubadlı rayonundan istiqamətində, Ola Sultanlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Bizim də borcumuz onları yaşatmaqdır, onları unutturmamaqdır. Sadiq balam arxasında 2 övlad qoyub. Biz və bütün Azərbaycan xalqı o övladlara əlimizdən etməliyik ki, o övladlar yaxşı böyüsün, gözəl təhsil alsın. Mən inanıram ki, İnci balam, Layla balam atasının adına layiq övlad olaraq böyüyəcəkdir. Ruhunu şad eləsin, məqamını uca eləsin. Azərbaycan bayrağımız bütün dövlətlər içərisində qürurla dalğalansın. Salam olsun şəhidlərimizə. Salam olsun dəyərli şəhid analarımıza. Salam olsun dəyərli şəhid atalarımıza, Əli Qabarlı şəhid atalarımıza. Salam olsun tədbir iştirakçılarına, gələr ayaqlarınız var olsun. Allah sizlərdən razı olsun. Mən də sənin bir balan, olmasam da qəhrəman, Şüa Kəlbəcər alan. Sən şəhid atası, sən necə qürurlusan, dağ boyda oğlun get, yeniləri dik durmuşsan. Sabaha, gözünün sabaha dişli şəhidlər. Sadəcə mən onu bildirmək istəyirəm ki, Sadiq, hər həftədə 2 dəfə mən gəlirəm sənin məzarının qarşısında, hərbi salam verirəm və mən sənə demişdim, sən general da olsan, mən sənə hərbi salam verməyəcəm, amma sən elə bir ali zirvəyə ucaldın ki, yəni bugün sənin qabağında hərbi salam verməmək mümkün deyil. Allah rəhmət. Sadiq təkcə gözəl döyüşçü, güclü hərbiçidən əlavə çox gözəl dost idi, çox dostluğa sadiq bir qardaş idi. Necə ki Azərbaycanın
güclü siyasətçi, ali baş komandanı var. Neçə ki Azərbaycan güclü, qüdrətli ordusu var. Azərbaycan xalqı ordusunun ali baş komandanının dalındadır. Bu torpaq heç vaxt bölünməyəcək. Sadiq Həsənov ömrünün hər anını vətəninə həsr etmiş, torpaqlarımızın azadlığı uğrunda canını fəsa etmiş bir igid idi. O, 1986-cı il sentyabr ayının 14-də Naxçıvan şəhərində anadan olub. Ailənin son beşiyi anasının sevimli oğlu idi. Sadiq uşaq yaşlarından mərd, vətənpərvər, qayğıkeş bir gənc kimi formalaşmışdı. 2000-ci ildə atasının sözü ilə, amma öz ürəyinin çağırışı ilə Heydər Əliyev adına möhtəşəm tədbirdə iştirak etməkdən böyük qürur hissi keçirdirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, biz şəhidlərimizin həyat və döyüş yolu haqqında öz tabisilimizdə olan şəxsiyyətə dərslər təşkil edirik, dərslər tədris edirik. Mən bu sözləri Gülnara ana ilə danışanda, Nərman ata ilə danışanda, Rəna ilə danışanda, Sona bacımla danışanda, Əli müəllimlə danışanda dəfələrlə istifadə eləmişəm və onu bilməklərini istəyirəm ki, yəni bunlar heç vaxt unudulmur və unudulmayacaq. Haqq işində düz olduq. Vətən üçün yeməliyən biz olduq. Cəbrailə yol çəkənlər biz olduq. Saf süzülən qarmışsan Qarabağ, daha bizi qınamazsan Qarabağ. Atası qürurla, bayaq mən qeyd elədim, demişdir. Mən övladımla qürur duyuram. Hər adama nəsib olunan şəhidlik zirvəsi mənim övladıma nəsib oldu. Bugün şəhidimiz Mayor Həsənov Sadiq Əliovunun ruhu qarşısında, onun üzbəüz durduğumuz məzarı qarşısında danışmağa və onun burada ruhunu əli dolu yolmaq salmağa biz borcluyuq. Aziz və hörmətli şəhid anaları, şəhid ataları, şəhid həyat yoldaşları, mən sizə və ailəmiz adından öz minnətdarlığımızı bildiririk. Sağ olun ki, bizi tək qoymayıb tədbirdə iştirak elədiniz. Sağ olun, var olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Buradan sonra Cahan Mərasim evində şəhid üçün ehsan veriləcək. Sizin əmanət etdiyiniz övladlarınızı, ana və atalarınızı, öz anamız, atamız, övladlarınızı, öz övladlarımız biləcəyik. Kim deyir şəhidlər ölür? Yalandır. Şəhidlər torpaq illərdir yaralı idi Qarabağ. Kəmlərin alnına əbədi damğa basıldı. Canını vətənə qurban deyərək.